Nə deməkdir refleksoterapiya? Dostlar, bu Azərbaycanda desək, iynə batırma. Bax, bunu görürsünüz əlimdə, iynə batırma. Bu, osteoxondrozu olan insanlar üçündür. İndi izah eləyəcəm. Ətraflı izah eləyəcəm sizə. Vibromasaj funksiyası yerinə yetirir. Hansı ki, gördüyünüz vibromasaj. İşə salandan sonra görəcəksiniz. Elektromagnet dalğaları var. Yəni, həm refleksoterapiya ilə həm iynə batırması var, dostlar. Həm də ki, elektromagnet var tərkibində, hansı impulslar verir, sinirləri özü axtarıb tapır. Bir də ki, infraqırmızı şüalar. İndi mən izah edəcəm ki, nə üçün daha düzgün istifadə olunur. Dostlar, mən bunu işə salıram hal-hazırda. Cihazın burada yanıb sönmə düyməsi var. Bax, gördüyünüz kimi. Bax, artıq cihaz, görürsünüz, qıraqlarında işıq yandı. Bax, görürsünüz, infraqırmızı şua budur. İnfraqırmızı şua nə deməkdir? Bədəndə olan bioenerjini tənzimləmək üçün istifadə olunur. Dostlar, bioenerji nə deməkdir? Bunu çox insanlar bunu zaten belə deyək ki, tam başa düşür. Mən bunu elmi dildə, həm də lor dildə izah eləyəcəm. Bioenerji odur ki, əgər sənin bədənində təzyiq normalda deyilsə, bu cihazı baxın biləyindən, əlində gördüyünüz ki, biləkdən önə və geriyə doğru hərəkət etməklə bioenerjini tənzimləyirsiniz. Bədəndə əgər təzyiq varsa, bədəndə daha doğrusu təzyiq yüksəkdirsə, təzyiqi normal salacaq. Tək xəstə insanlar bunu istifadə etməməlidir. Eyni zamanda bunu istifadə etməlidir sağlam insanlar. Sağlam insanda ümumi immuniteti gücləndirir, ümumi əhval-ruhiyyəni yaxşılaşdırır. Bunu siz axtarmırsınız bədənimizdə sinirdə olan problemləri. Bu özü bioimpulslar vasitəsilə gücü, belə deyək ki, özü tənzimləyir. Bu birinci mərhələsidir. Daha sonra, dostlar, mənim kimi saçı tökülən insanlar,